Salam uşaqlar, biz bugün funksiyanın limiti haqqında sizə sualların izahını verəcəyik. Diqqətlə qulaq asıb yaxşı başa düşün və digər sualları özünüz sərbəst yazın. İlk öncə başlayırıq birinci sualın həllindən. Deməli, limit x yaxınlaşır 5-ə, x minus 5 bölü x kvadrat minus 25 limitini hesablamaq üçün görürük ki, x-in yerinə 5 yazsaq, məxrəc sıfıra çevrilir, surət də sıfıra çevrilir. Ümumiyyətlə, həm surət, həm məxrəc sıfıra çevrilirsə, törəmə qaydası var, L'Hopital qayda deyilir, onunla da həll etmək olar. L'Hopital qayda nədir? Həm yuxarının törəməsini ayrılıqda tapılır, həm aşağının, kəsrin. Ayrılıqda törəmələr tapılır həm yuxarı, həm aşağı üçün və törəməni tapandan sonra qalan x-lərin yerinə o 5 yazılır. Yəni x neçə yaxınlaşırsa. İndi biz burada nə edəcəyik? Sadəcə olaraq sadədir, vurğuları ayıracağıq. Yəni L'Hopitaldan istifadə eləmirik. Yazırıq limit x yaxınlaşır 5-ə. X çıxaq 5 bölünsün. X minus 5, x plus 5. Və burada x minus 5-lər ixtisara gedir. Limit x yaxınlaşır 5-ə. 1 bölək x plus 5. Və x-in yerinə 5 yazsaq, cavab onda 1 olar. C variantı. Növbəti sual olsun, deməli, 6-cı sual. Digər suallar da sadədir. Vurğuları ayırırsınız. Yerinə qoyub yazırsınız. İndi burada görürük ki, kəsr yoxdur, məxrəc anlayışı yoxdur, sıfıra çevirmə qorxusu yoxdur. Ona görə sadəcə x-in yerinə -3 yazıb həll edirik. Limit x yaxınlaşır -3-ə, modulda -3 çıxaq. -3-ün kvadratı 9 vur 2, 18. Bu da bizə verəcək modulda -21. Bu da bərabərdir müsbət 21-ə. Burada da həmçinin x-in yerinə 1 yazıb həll edirik. Limit x yaxınlaşır 1-ə. Kök altda 1 üstə gəl. 3 vur kök 1 də elə 1-dir. Bu da bizə kök altda 4-ü verir. Yəni cavab 2-yə bərabərdir. On üçüncü sualın həlli. İndi mən burada da limit x yaxınlaşır 1 yazmışam. Yəni elə x-in yerinə 1 yazıb hesablayırıq. Məsələn, burada baxırıq ki, x-in yerinə 5 yazsaq olacaq. Yəni belə deyək də, artıq x-in yerinə 1 yazıramsa, məsələn 11-ci sualda, ondan qabaqki suallarda da limit sözünü yazmağa ehtiyac yoxdur. Məsələn, burada da həmçinin yaza bilərəm, bu bərabərdir. Loqaritma 3 əsasından. X-in yerə 5 yazsam 5. Kök altda da 25 çıx 9, 16. 16-dan da 4 çıxır. Bu loqaritma 3 əsasından 9-u verir. O da 2-yə bərabərdir. A variantı. On beş tipli suallar üçün nə edirik? Deməli, əvvəlcə yazırıq limit x yaxınlaşır -2-yə. Hələ sadələşdirəcəyik. Bunu vurğulara ayırırıq. Aşağıdan x-i çıxardırıq. Əslində heç vurğulara ayırmağa ehtiyac yox idi. Çünki məxrəc sıfıra çevrilmir. Sadəcə olaraq elə yerinə qoyub yaza bilərik. X-i yerinə -2 yazsaq, yuxarıda -3 olar. Daha doğrusu -2 olar. Bir dəqiqə. 1 çıx -2, hə, -3 olar. 3 vur -1, -3 olar.
Aşağıda da mənfi 2 vuraq mənfi 4, yəni 8 olar. Cavab mənfi 8-də 3 olar. Bu sualın həllinə baxaq. Əgər limit sonsuzluğa yaxınlaşırsa, bunun həlli belədir. Deməli, limit x yaxınlaşır sonsuzluğa. Arc sinus. Biz demişik ki, dərəcəsi ən böyük olan x-ə bölürük. Burada da dərəcə x-dir. 1 bölü x çıxaq x bölü x. 1 bölü x üstə gəl x bölü x. Bərabərdir. Arc sinus nə qalır? Əgər x sonsuzluğa yaxınlaşırsa 1 bölü x sıfıra gedir. Burada da 1 bölü x sıfıra gedir. Yuxarıda mənfi 1 qalır. X bölü x mənfi 1. Aşağıda da müsbət 1. Bu arc sinus mənfi 1-dir. Arc sinus tək funksiyadır. Mənfi qarşıya keçir. Olur mənfi arc sinus 1. Arc sinus 1-i pi bölü 2-də alır. Cavab mənfi pi bölü 2 olur. Iyirmi bir tipli suallara baxaq. Limit x yaxınlaşır sıfıra. Kök altında 1 plus 4x minus 1 bölü 4x limitini hesablayın. X'in yerinə 0 yazan zaman görür ki, məxrəc sıfıra çevrilir. Əslində surət də sıfıra çevrilir. Lapitalla yazmaq olar. Bunu daha təkrar eləməyəcəm. Yəni, mən amma lapitalsız deyəcəm. Bunun üçün nə edirəm? Lapitalsız ona görə deyirəm ki, yəni biz limit törəmədən qabaq keçilir. Yəni, biz burada törəmədən danışmamışıq deyə. Yəni, limiti keçən anda törəməni bilmirik deyə lapitalla demirəm. Yəni, sırf digər qayda, hansı ki, törəməsiz olan qaydalar var, maraqlı üsullar var, ondan deyirəm sizin üçün. Düzdür, bəzi suallarda lapital daha çox rahatlıq verir, amma biz bu üsulları bilək, törəməni keçəndən sonra lapitalda öyrənmiş olarıq. Yəni, hər iki üsulu bilmiş olarıq, bu daha gözəldir. İndi burada nə edirik bunun üçün? Yuxarı surətin qoşmasına vururuq. Yuxarında, aşağında. Yazırıq limit x yaxınlaşır sıfıra. Kök altında 1 plus 4x minus 1-i vururuq. Kök altında 1 plus 4x üstə gəl 1-ə. 4x vurulsun. Aşağına da kök altında 1 plus 4x plus 1'ə vururuq. Deməli uşaqlar, aşağı olduğu kimi qalacaq. Yuxarıda vurub açanda kök altında 1 plus 4x'in kvadratı elə 1 plus 4x çıx 1'in kvadratı elə 1'i verir. 1'lər gedir. Limit x yaxınlaşır sıfıra. Yuxarıda 4x, aşağıda 4x vuraq. Kök altında 1 plus 4x üstə gəl 1 qalır. 4x'lər gedir. Limit x yaxınlaşır sıfıra. 1 bölək kök altında 1 plus 4x üstə gəl 1 qalır. Bu da bərabərdir. İndi x-in yerinə 0 yazırıq. Kök altında 1 qalır. Çöldə də 1 var. Cəm 2 edir. 2-də 1. Bu da bizə Y variantını verir. Bu sualın həllinə baxaq. Deməli uşaqlar, limit x yaxınlaşır 16-ya. Kökdə x minus 4. Bu x var ha. Bu x'i yazıram kök x'in kvadratı kimi. 16'ını da yazıram 4'ün kvadratı kimi. İndi vuruqlara ayırırıq. Və kök altda x çıx 4'lər ixtisara gedir. X'in yerinə kök 16 yazsaq 1 bölü 8 alacaq.
Baxaq. Görürük ki, x-in yerinə 5 yazsaq, məxrəc sıfıra çevrilir. Aşağıdan 4-ü çıxardıq, x minus 5. Yuxarıdan 5x-i çıxardıq, x minus 5 qalır. Baxın, x minus 5-lər ixtisara gedir. Limit x yaxınlaşır 5-ə, 5x bölü 4 qalır. Bu da 25 bölək 4-ü verir. Demək uşaqlar, məxrəci müxtəsər vurma düsturuna görə vuruqlara ayırırsınız. Surəti V terinə görə köklərini tapırıq. Cəmi -4 hasili -12, -6 ilə -2. Bunu da vuruqlara ayıranda -6-dırsa x plus 6, -2-dirsə x minus 2 olur. İndi qaldı limit x yaxınlaşır 2-yə, x plus 6 böl x plus 2. X-in yerinə 2 yazsaq 8 bölü 4 cavab 2. %29-cu sual birinci görkəmli limitə aid olan sualdır. Gəlin birinci görkəmli limitin düsturlarını sizin üçün xatırladım. Deməli, bura yazıram. Limit x yaxınlaşır 0-a, sinus x bölü x bərabərdir 1-ə. Limit x yaxınlaşır 0-a, x böl sinus x, o da bərabərdir 1-ə. Limit x yaxınlaşır 0-a, tangens x bölü x bərabərdir 1-ə. Limit x yaxınlaşır 0-a, x bölək tangens x bərabərdir 1-ə. Əslində birinci görkəmli limit sinus üçün yazılıb. Sadəcə olaraq tangensin surəti sinus olduğu üçün tangesdə o qaydaları ödəyir. Sonra limit x yaxınlaşır 0-a, sinus ax böl bx bərabərdir a bölək b-yə. Limit x yaxınlaşır 0-a, tangens ax bölü bx, o da bərabərdir a b. Yəni sinus ödəyənin hamısı tangens üstündə ödəyəcək. Limit x yaxınlaşır 0-a, sinus ax bölək sinus bx bərabərdir a bölək b-yə. Limit x yaxınlaşır 0-a, sinus ax bölək tangens bx bərabərdir a bölək b-yə. Sonra limit x yaxınlaşır 0-a, sinus kvadratı ax böl sinus kvadratı bx bərabərdir a kvadrat böl b kvadratına. Limit x yaxınlaşır 0-a, sinus kvadratı ax bölək deməli x kvadratı bərabərdir a kvadratına. Və s. Bu tip suallara aid çoxlu sual göstərmə olar. Yəni limit x yaxınlaşır 0-a, sinus deməli kökdə 5x böl 3x, bu bərabərdir kök 5 böl 3-ə. Limit x yaxınlaşır 0-a, sinus 5x böl x, bu bərabərdir 5-ə. Limit x yaxınlaşır 0-a, sinus kvadratı 3x bölək x kvadrat bərabərdir. Bunu belə yazırsan. Limit x yaxınlaşır 0-a, sinus 3x böl x-in kvadratı kimi. Ona görə sinus 3x böl x-in x sıfıra yaxınlaşanda limiti 3-dür. 3-ün kvadratı eləyir deyə 3-də. 3-ün kvadratı eləyəcək 9. Və s. Buna aid çoxlu suallar göstərmək olar. Mənə elə gəlir ki, tam başa düşdünüz. İndi sinus 1 böl kök 3x böl x bu bərabərdir elə nəyə?
x-lər gedir. Yəni 1 bölü kök 3 x-in əmsalı aşağıdakı x-in əmsalı da 1-dir. 1-ə böləndə elə 1 bölü kök 3 qalır. Cavab C variantı olur. Bu bərabərdir. Yuxarıdan deməli əvvəla yazıram limit x yaxınlaşır 3-ə. Yuxarıdan 4-ü çıxarsaq x kvadrat çıx 9 olar. Onu vurğulara ayıraq. X minus 3, x plus 3. Aşağıda da x minus 3 var. X minus 3'lər gedir. Qalır 4 vur x plus 3. X-in yerinə də 3 yazsaq cavab 24 olur. İkinci görkəmin limiti aid olan sualdır. Bunun cavabı 1 böl 2'dir. Yəni x-in əmsalı 1 böl aşağıdakı x-in əmsalı 2. Cavab Y. Baxırıq 39-cu suala. Bu ikinci görkəmin limiti aid olan sualdır. Gəlin ikinci görkəmin limiti aid suallardan düsturlarını sizə xatırladım. Deməli, xatırlatma, limit x yaxınlaşır 0-a, 1 plus x üstü 1 böl x olarsa, bu y-yə bərabərdir. Limit x yaxınlaşır sonsuzluğa, 1 plus 1 böl x-in üstündə x olsa, bu y-ni verər. Deməli, buradakı suala baxaq, 39-cu. Deməli, sual belədir. Limit x yaxınlaşır sonsuzluğa. Görürük ki, bu şəkildə deyil, düstur şəklində deyil. Ona görə biz nə edəcəyik? 1 məxrəcə bölürük. X-ə bölürük 1. Çıxaq 5 böl x. 1 məxrəcə bölürük. Üstündə x. Bunu həll eləməliyik. Əvvəla sizə bir xatırlatma edeyim. Deməli, bu düsturlarda baxırsınız ki, bu 1 bölü x buradakı x-in tərsi olmalıdır ki, yeni versin. Burada da görürsünüz, biri 0-a yaxınlaşır. Məxrəc olanda 0-a yaxınlaşmaz. Sonsuzluğa yaxınlaşır ikincidə ona görə. Amma birincdə məxrəc yoxdur deyə 0-a yaxınlaşma var. İndi burada baxın, 1 bölü x-dir. Bura gəl onun tərsi olar ki, yeni versin. Yəni, onlar həmişə bir-birinin tərsi olur. Amma burada da həmişə 1 üstə gəl olmalıdır. Başqa ədəd ola bilməz. Çıxma ola bilər. Əgər minus x-isə, onda gərək yuxarıda mənfi 1 bölü x olar. Yəni, tərsi, amma işarədə mənfi olar. İndi burada da həmçinin 1 yaransın deyə mən bir məxrəcə bölürəm. İndi baxın, davamı yazıram. İndi bunun ikinci görkəmin limiti olması üçün buradakı 1 çıx 5 bölü x, qüvvət x yox, mənfi 5 bölü x-in tərsi olmalıdır. Yəni, mənfi x bölü 5 olmalıdır. İndi uşaqlar, mənfi x bölü 5-i özümüzdən yazmışıq deyə, təzədən mənfi 5 bölü x-ə vurmalıyıq. Vurdum və vur x yerində qalır. İndi baxın, buradakı bu ifadə, bu hissə bizə yeni verir. Yəni, düstura əsasən. Yeni verir. Mənfi 5 bölü x vur x-də də x-lər gedir. Olur y üstü mənfi 5. Cavab C variantı olur. Sonra. Devam edirik. Limit x yaxınlaşır 1-ə. X yenə 1 yazamırıq. Vurğulara ayırırıq. X minus 1-lər ixtisara gedir. X-in yerinə indi 1 yazırıq. Yuxarıda 2 olur, aşağıda 3. Cavab 3-də 2.
Bunun üçün nə edəcəyik? Deməli, bu birinci mötərizədən x kvadratını çıxardırıq. Qalır x minus 1. İkinci mötərizədə orta məhrəcə gətiririk. Qalır x minus 1 çıx x. Deməli, x minus 1 çıx x, yəni mənfi 1. İndi x minus 1-lər x-lara gedir. Qalır limit x yaxınlaşır 1-ə. X-i mənfi 1-ə vuranda mənfi x kvadrat edir. İndi x də 1-ə yaxınlaşırsa, yerinə 1 yazanda elə mənfi 1 edir. Burada da həmçinin ortaq məxrəcə gətiririk. 1 məxrəc olur. X kub çıx 8 ortaq məxrəcdir və vurğular belədir. X minus 2, x kvadrat plus 2x plus 4. Burada olur x kvadrat plus 2x plus 4 çıx 12. Yuxarıda olur x kvadrat plus 2x çıx 8. X kvadrat plus 2x çıx 8 vurğulara ayıraq. Deməli, cəmi mənfi 2 hasılı mənfi 8, mənfi 4-dən müsbət 2. X minus 2-lər x-lara gedir. X-in yerinə 2 yazırıq. Yuxarıda mənfi 2 alırıq. Aşağıda 12 alırıq. Cavab mənfi 6-da 1. Bir dəqiqə. Arus hesablama səhvimiz olub. 4, 4, 8, 4, 12. Mənfi 4 isə bura plus olacaq. Üzrü sayın. Onda yuxarıda mənfi 2 yox, 6 olacaq. Aşağıda 12. Bu da 2-də 1-i verir. Gəlin bu limiti həll edək. X-in yerinə mənfi 2 yaza bilmirik. 8, 2, bəli, yaza bilmirik. Ona görə nə edəcəyik? Vurğuları ayırırıq. Cəmi mənfi 3 hasılı 2, bu mənfi 2 ilə mənfi 1-dir. Onda x plus 1, x plus 2 olur. Aşağını vurğulara ayırırıq. Diskriminant tapırıq. 2x kvadrat üstəgəl x çıx 6. Diskriminant b kvadrat çıx 4ac. Yəni 1 üstəgələk 48, 49 edir. X1 bərabərdir. Mənfi 1 çıx 7 böl 4 mənfi 2. X2 də mənfi 1 plus 7 böl 4 1 onda 5 edir. İndi vurğuları ayıranda 2 vurulsun x çıx 1 onda 5 x plus 2 olacaq. İndi kəsr olana 2-ni vuracağıq. Yəni 2x çıx 3. Burada da x plus 2 qalır. Əvvəla gəlin belə danışaq. Bura təzədən köçürməyək. Elə x plus 2-lər x-lar gedir. Yuxarıda da x plus 1 qalır. X-in yerə mənfi 2 yazırıq. Mənfi 1. Aşağıda da mənfi 7. Cavab 7-də 1. C variantı. Maraqlı sualdır.
Pi bölgüsünü keçirdirik uşaqlar sola bunun həlli üçün. Maraqlı sualdır, diqqətlə qulaq asırsınız. Laptalla daha rahat həll eləmək olur. Bu yol laptaldan da gözəldir. Biraz uzundur. Amma biz laptal keçməmişik, törəmə keçməmişik deyə hələ ki limitli olduğumuz üçün. Amma bu yol daha bacarıqlı üsuldur, yaxşıdır. Biz nə edirik? Pi bölgüsünü sola keçirsək, sağda heç bir ifadə qalmadığı üçün 0 olur, 0-a yaxınlaşır. İndi nə edəcəyik? X minus bu pi bölü 2-yə bir t deyəcəyik. Onda yazıram limit t yaxınlaşır 0-a. Buradan x-i əvəz edəcəm ki, kosinus x-dəki məxrəzdəki x-in yerinə yaza bilək. Onda mən pi bölgüsünü sağa keçirəcəm. Olacaq pi bölü 2 plus t. Bunu belə yazırıq ki, kosinus adını sinusa dəyişsin, birinci görkəmli limitə gətirə bilək. Yoxsa kosinusdan asılı biz bunu həll edə bilmirik. İndi 4-ü vururuq pi bölək 2 plus t-yə. İndi surətə baxın. Pi bölü 2-də kosinus adını dəyişir. Olur sinus t. Amma ikinci rübdə olduğu üçün pi bölü 2 plus t. İkinci rübdə kosinus mənfi deyə olur mənfi 5 sinus t. İndi aşağını vurub açanda olur 2 pi üstə gəl 4 t çıx 2 pi. Həmin bu 2 pilər islah gedir. Yuxarıda mənfi 5 sinus t, aşağıda 2 pilər gedir, olur 4t. Həmişə əmsal, ədəd limitin əmsalına, yəni qarşısına keçə bilər. Onda yazırıq mənfi 4-də 5 vur, limit t yaxınlaşır 0-a, sinus t bölü t. Demək uşaqlar, limit t yaxınlaşır 0-a, sinus t bölü t birinci görkəmli limitə görə 1-ə bərabərdir. Onda cavab mənfi 4-də 5 vur 1 elə mənfi 5 bölək d. Yəni mənfi 1,25-i verir. C variantı. Qəşəng sualda yadda saxlayın. 55 də yenisidir. 57 də vurğulara ayırmadır. Bunlar sadə suallardır. Biz burada baxaq 61-ə. Rahat tapa bilərsiniz, hər ehtimala baxıram. Yəni məqsədimiz burada öyrədicilikdir. Yəni bütün sualları bir-bir sizin üçün həll eləmək deyil. Çünki belə öyrədicilik olmaz, əgər hər birini biz həll eləsək. Burada məqsəd nədir? Hər testə aid bir nümunə ətraflı izah olunsun, digərlərini siz işləyib məşq eləməlisiniz ki, o sizin yaddaşınızda həkk olsun və onu anlaya biləsiniz. Yoxsa hər bir sualı müəllim izah edərsə, orada keyfiyyətdən danışılmaz. Yəni keyfiyyətdən danışmaq mümkün olmaz. Burada limit x yaxınlaşır 4-ə. Yəni x-in yerinə birbaşa 4 yazsaq məxrəc 0 olar, surət 0 olar. Ona görə bunu nə edəcəyik? Məxrəcin qoşmasına vururuq. X qara çıx 16-nı da vurğulara ayırırıq. X minus 4, x plus 4. İndi həmən qoşmanı yuxarıya da vurmalıyıq. Məxrəc olur 1 çıxılsın x minus 3. Yəni kökün kvadratı x minus 3. Mənfiyə görə mənfi x plus 3 olur. Bu nə deməkdir? Məxrəc 4 minus x deməkdir. Yuxarıda da x minus 4 var. Onda x minus 4 ilə bu 4 minus x ixtisar eləsək, aşağıda mənfi 1 qalır. Yəni alınır limit x yaxınlaşır 4-ə. Yuxarıda x plus 4. Vuraq 1 plus kök altda x minus 3 böl mənfi 1. İndi x-in yerinə 4 yazsaq, olacaq yuxarıda 8 vurulsun 2 böl mənfi 1. Cavab mənfi 16. C variantı olur.
Bu tip suallardan izahını vermişik. Baxaq 67-ci suala. Deməli uşaqlar, bu sualda məqsəd bunu birinci görkəmli limitə gətirmək olacaq. Deməli, bunun üçün nə edəcəyik? Biz dedik ki, kotanges yox, tangens sinus rolunu oynaya bilir. Birinci görkəmli limitə gələ bilir. Ona görə kotangesi tangesdən asılı yazacağıq. Deməli, yazırıq 9x vurulsun. Kotangesi yazırıq 1 böl tangens 6x. Kotanges 6x. Bu da limit x yaxınlaşır 0'a olur. 9x bölək tangens 6x. Bu da bərabərdir. 9 əmsaldır. Qarşıya keçirik. 9 vurur limit x yaxınlaşır 0'a. X bölək tangens 6x. Bu birinci görkəmli limitə görə bu bizə verir 1 böl 6'nı. Bu da 9 böl 6 1 onda 5'e bərabər olur. Yəni 2-də 3'ə. Yaxşı, sualda yadda saxlayın. 68'ə baxaq. Bu da maraqlı bir sualdır. Bunun üçün də bayaq kimi pi böl 2'ni sol tərəfə keçiririk. Bunda sağda 0 qalır. Bərabərdir. İndi x minus pi böl 2'ye bir t deyəcəyik. Olacaq limit t yaxınlaşır 0'a. Tangens. İndi buradan x'i əvəz edirik. Pi böl 2 plus t olur. Olur tangens. Buraya yerləşməyəcək. Qoy. Davamını buradan yazaq. T yaxınlaşır 0'a. Tangens x'in yerinə yazırıq. Pi böl 2 plus t. Vuraq. Deməli, biz tangens 2x'i 2'ni vururuq x'in qiymətinə. 2'ni pi böl 2'ye vuranda pi plus 2t alırıq. Bərabər. Maraqlı sualda fikir verin. Pi böl 2'də tangens adını dəyişir. Olur. Özdə ikinci rübdü mənfi kotangens t. Pi'də adını dəyişmir və pi plus 2t üçüncü rübdü müsbətdir. Vur tangens 2t. Bu da bərabərdir. Biz bunu yazacağıq. Limit t yaxınlaşır 0'a. Kotangesi yazacağıq. 1 böl tangens. Yəni mənfi tangens 2t böl tangens t. Bu da bizə mənfi 2'ni verir. Növbəti sual 69-cu sualın həllinə baxaq. Burada da bunun həlli üçün biz surətin qoşmasına vurub həmən ifadəyə də bölməliyik. Yazırıq. Demək, limit x yaxınlaşır 0'a. Deməli biz yuxarıda nə alırıq? Vuranda alırıq yuxarıda limit x yaxınlaşır 0'a.
3-ün kvadratı 9 çıx kök 6 ifadənin kvadratı. Yəni mənfi x çıx 9. Aşağı olduğu kimi qalır. Yuxarıda mənfi x qalır. X-lər ixtisara gedir. X-in yerinə 0 yazırıq. Aşağıda 6, yuxarıda mənfi 1 edir. Cavab mənfi 6-da 1. D variantı. Yetmiş birinci sualın həllinə baxırıq. Limit x yaxınlaşır pi bölü 2-yə. Deməli uşaqlar, kosinus x-i kosinus 2x-in düsturu kimi açaq. Məsələn, baxın, kosinus 2 alfanın açılışını burada qeyd edirəm sizin üçün. Kosinus kvadratı alfa çıx sinus kvadratı alfa. Onda kosinus alfanı biz kosinus 2 alfanın düsturunu tətbiq edib açsaq, bunu belə açmalıyıq. Kosinus kvadratı alfa bölü 2 çıx sinus kvadratı alfa bölü 2. İndi onda yuxarıdakı kosinus x-i bu düstura əsasən açsaq, kosinus x bölü 2 çıx sinus x bölü 2 vuraq. Kosinus x bölü 2 üstə gəl sinus x bölü 2. Bunlar ixtisara gedir. Qalır kosinus x bölü 2 üstə gəl sinus x bölü 2 bərabərdir. İndi x-in yerinə pi bölü 2 yazsaq, olacaq kosinus pi bölü 4 üstə gəl sinus pi bölü 4. Yəni kök 2 bölü 2 üstə gəl kök 2 bölü 2. Cavab kök 6'da 2. Yəni kosinus da pi bölü 4, yəni 45'də kök 2 bölü 2'dir. Sinus da pi bölü 4'də kök 2 bölü 2'dir. Burada 72'ni demək olar, əslində biləcəksiniz, amma deyirəm. Uşaqlar, 9 çıx x kvadratını istəyirəm x kvadratı çıx 9 kimi yazım. Onda bu mənfi üstəgəl olar. 9, deməli x kvadrat çıx 9'u vuruqlara ayıranda vuruğun bir x plus 3 olduğu üçün elə bu özü ortaq məxrəcdir. Yəni x minus 3 vuraq x plus 3. Onda burada qalacaq x minus 3 üstə gələk 6. Yuxarıda x plus 3, aşağıda x minus 3 vuraq x plus 3. X plus 3'lər ixtisara gedir. 1 bölək x minus 3 qalır. X-in yerinə mənfi 3 yazanda olur mənfi 6'da 1. Y variantı. Baxaq 75-ci sualın həllinə. Birinci görkəmli limitə gətiriləcək bu sual.
Surətin qoşmasına vuracağıq. Yuxarıda olacaq kök altı x plus 16'nın kvadratı, yəni x plus 16 çıx 4'ün kvadratı, yəni 16. Yuxarıda x qalır. İndi bunları ayrı-ayrıda limit şəklinə gətirək. Yəni hasilin limitin, fərqin, cəmin fərqin limitini biz ayrı-ayrı limitlərin cəmi, fərqi, hasili kimi yaza bilərik. Həmçinin nisbətləri də yaza bilərik. Onda bunu yazırıq. Limit x yaxınlaşır 0-a. X böl sinus 2x. Vuraq. Limit x yaxınlaşır 0-a 1 bölək. Kök altı x plus 16 üstəgəl 4'e. Birinci hissə, yəni baxın, bu hissə bizə birinci görkəmli limiti verir. Yəni 1 böl 2'ni verir. Bu hissədə isə biz x'in yerinə 0 yazacağıq. Olacaq 1 böl kök altı 16'dan 4 çıxır 4 böl 4 8'də 1. Bu hasil bizə verir 16'da 1'i. Cavab A variantı. Gəlin baxaq 76'ya da baxaq. X kvadrat çıx 1'i vurğulara ayıraq. X minus 1 vuraq x plus 1 kimi. Sonra x minus 1'in özünü də vurğulara ayıraq. Kök altı x minus 1 vur. Kök altı x plus 1 kimi. Və kök altı x minus 1'lər x-lar gedir. Yuxarıda 1 qalır. Aşağıda bunlar qalır. İndi x'in yerinə 1 yazırıq. Cavab 4'te 1. B variantı. Bu sualın həlli üçün biz bunu yuxarıdakının qoşmasına vuraq. Bir kökün altında yazsaq, kök altında 1 çıx cos kvadrat x'i verir. Bu kök altında sinus kvadrat x deməkdir.
Cüt dərəcəli kökdən modul çıxdığı üçün burada modul sinus x olacaq. Ayrı-ayrı limitlər şəklində yazacağıq. Limit x yaxınlaşır 0-a, sinus x bölü x birinci görkəmli limitə görə 1-dir. Modul sinus x bölü x də 1-i verir yenə də. Burada isə kosinus x-də x-in yerinə 0 yazırıq. Kosinus 0-da 1-dir. Olur kök altda 2. Cavab 1 bölü kök 2. Və məxrəci irrasionaldan azad etsək, kök 2 bölü 2 olur. D variantı. Klasterdə verilənlərdən istifadə edilərək A plus B plus C cəmini tapmağımızı istəyir. Verilən funksiya məlumdur. Kök altda x kvadrat plus 16 minus 4 bölü x-dir. A bərabərdir limit x yaxınlaşır 0-a f(x)i birinci tapaq. Əvvəla yazırıq. A bərabərdir limit x yaxınlaşır 0-a kök altda x kvadrat plus 16 minus 4 bölü x. Birbaşa x-in yerinə 0 yazmaq olmaz. Ona görə surətin qoşmasına vururuq. Qoşma məxrəcdə olacaq kök altda x kvadrat plus 16 üstə gəl 4. İndi surəti də həmin bu ədədə vuranda nə olacaq? X kvadrat plus 16 çıx 4-ün kvadratı, yəni 16. Burada da alırıq limit x yaxınlaşır 0-a x kvadrat və x vur kök altda x kvadrat plus 16 üstə gəl 4. Surətdəki x-in biri ilə aşağıdakı x gedir. İndi x-in yerinə 0 yazsaq, aşağı 8 edir, yuxarıda 0. Onda cavabımız olacaq 0 bölü 8, yəni 0. A 0-a bərabərdir. Keçək B-nin tapılmağına bax. Burada x-in yerinə birbaşa 3 yazmaq olar. Və kök altda 25, 5 çıx 4, bu edir 3-də 1. B tapıldı. İndi C-ni tapaq. Limit x yaxınlaşır sonsuzluğa. Bu artıq ardıcıllığın limitidir. Çölü x-ə bölürük. Həmin x cüt dərəcəli, ikinci dərəcəli kökün altına x kvadratı kimi girdiyi üçün kökün altını x kvadratına böləcəyik. Bu şəkildə. Və çölü dedik ki, x-ə böləcəyik. Aşağıda 1 qalır. Yuxarıda kök altda 1 qalır. 16 bölü x kvadrat 0-a gedir. 4 bölü x də 0-a gedir. Cavab 1 bölü 1, yəni 1-ə bərabər olur.
Üçünün cəmi tələb olunur. 0 plus 3'də 1 plus 1. 1 tam 3'də 1. Yəni 3'də 4. Bu da bizə verir D variantını. 84-cü suala baxaq. İkinci görkəmli limitə aid olan sualdır. Dedik, Euler ədədini verməlidir. Yəni, yeni verməlidir. Yeni verməsi üçün gərək qüvvət 13 bölü x-in tərsi olsun. Yəni, x bölü 13 olsun. İndi x bölü 13'ü özümüzdən yazdığımız üçün təzədən 13 bölü x-ə vururuq və x də qalır yerində. Baxın, bu bizə yeni verir. Yəni, Euler ədədini verir. Burada x-lər x-lara gedir. Cavab olur y üstü 13. B variantı. Burada da Euler ədədini vermək üçün qüvvət T-nin tərsi olmalıdır. Təzədən T-yə vururuq. Vuraq 6 plus 2T böl T. Bərabərdir. Baxın, bu bizə bu hissə yeni verəcək. Hələ T-dən asılı qaldığı üçün T yaxınlaşır 0 şərti yerindədir. Limit T yaxınlaşır 0-a 1 plus T özü 1 plus T üstü 1 bölü T bizə yeni verir. Olur Y üstü. Baxın, buradakı ifadədə T'lər ixtisar gedir. Qalır 6 plus 2T. İndi T'nin yerinə 0 yazırıq. Olur Y üstü 6. Cavab C variantı. Bu da ikinci görkəmli limitə gətirilən sualdır. Məxrəcə 1-1 bölürük ki, burada 1 alınmalıdır. İkinci görkəmli limitə gətirmək üçün. 1 üstəgəl 14 bölü x. Bura x bölü 14 olmalıdır. Təzədən 14 bölü x-ə vurmalıyıq. Vur x. Bu bizə yeni verir. X-lər gedir. Elə x üstü 14 qalır. Burada mənfi 4x-in tərsi olmalıdır. Mənfi 1 böl 4x. Təzədən mənfi 4x-ə vururuq. Vuraq 1 böl x. Baxın, bu hissə bizə yeni verir. X-lər gedir. Y üstü mənfi 4 qalır. C variantı. Burada isə 1-i yaratmaq lazımdır ikinci görkəmli limit üçün. Onda yuxarıda məxrəzdəki ifadəni yaratmalıyıq. 2x plus 1-i. Baxaq. x plus 3-ü 2x plus 1 plus 2 kimi yazırıq. Ki, belə.
1 1 2x plus 1'ə bölürük. Olur 1 üstə gəl 2 bölək 2x plus 1 üstündə x. İkinci görkəm limitin yaranması üçün 1 plus 2 bölək 2x plus 1 qüvvətdə, gəlin bu tərəfdən yazaq, çünki bura yerləşməz. Burada bunun tərsini yazmalıyam. Yəni 2x plus 1 böl 2'ni yazmalıyam. Təzədən 2 böl 2x plus 1'ə vurmalıyam. Vur x. Bax, bu bizə yeni verməlidir. Burada alınır 2x bölək 2x plus 1. İndi sonsuza yaxınlaşdığı üçün 1 1 x'ə bölürük. Olur y üstü x'ə bölündə yuxarıda 2, aşağıda da 2 qalır. Çünki 1 bölü x sıfıra gedir. Bu da y üstü 1, yəni elə yeni verir. C variantı. Doksan dördüncü suala da baxaq. Bir məxrəcə bölürük. 1 çıx 9 böl x. Üstündə gərək mənfi x böl 9 olsun. Vuraq mənfi 9 böl x-ə təzədən vururuq ki, getsin onlar. Vur 2x yerindədir. Baxın, bu bizə yeni verir. Burada x-lər gedir. Mənfi 9 vur 2, 18. Mənfi 18 qalır. Bu da variantıdır. Doksan altıncı sualın həllinə baxaq. Deməli, biz burada nə edə bilərik? Limit. L'Hopital'la da rahat tapmaq olar, amma mən L'Hopital'sız deyirəm. Pi-ni keçiririk sola, x minus pi. Onda sağda heç nə qalmır, yaxınlaşır sıfıra. İndi mən yuxarında fərqin hasilə çevirmə düsturuna istifadə edib yazacağım. Sinusların fərqi olur 2 sinus 7x çıx 5x böl 2, yəni x. Kosinus topla böl 2, yəni 6x verir. İndi x minus pi'yə bir t deyəcəm. X buradan bərabər olacaq pi plus t'yə. Onda yazacağım limit t yaxınlaşır sıfıra. 2 sinus x'in yerinə yazacağım pi plus t. Vur kosinus. Deməli 6'nı pi plus t'yə vuracağım. Olacaq 6 pi plus 6 t. Bölək x minus pi, yəni t. Pi'də sinus adını dəyişmir və pi plus t 3-cü rübdə, amma sinus mənfidə olur. Mənfi 2 sinus t. 6 pi 3 dənə tam dövr deməkdir. 6 pi'də kosinus adını dəyişmir. 6 pi plus 6 t birinci rübdür. Birinci rübdə bütün funksiyaları müsbətdir. Elə kosinus 6 t yazacağıq. Vuraq t. Hə, uşaqlar. İndi biz bunu ayrı-ayrıda yazırıq. Limitlərin hasili kimi. L'Hopital çox rahat görünə biləndir. Yəni, bu suallar üçün çox rahat üsuldur. Sadəcə olaraq biz ümumiyyətlə hər iki üsulu bilməliyik. Törəmə keçilmədiyi üçün limit keçərkən ona görə mən
L'Hopital demirəm. Əsas üsulu törəməyə qədər budur deyə bunu deyirəm. Zaten bunu bilməliyik. Törəmə keçdikdən sonra L'Hopital çox rahatdır. Yəni L'Hopital'la da rahat yazacaqsınız. Deməli, bunu ayrı-ayrı limitlərin hasılı kimi necə yazırıq? -2 sinus t böl t. Vur limit t yaxınlaşır 0-a kosinus 6t. Məsələn, limitdə həmişə əmsal qarşı yazıla bilər. Gəlin daha dəqiq öyrənək deyə bir də yazım. -2-ni qabağa yazıram. Limit t yaxınlaşır 0-a sinus t böl t. Vuraq, bunu kosinusa təzədən yazmaya ehtiyac yoxdur. T 0-dırsa 6 vur 0, 0, kosinus 0-da 1-dir. Vuraq 1. Limit t yaxınlaşır 0-a sinus t böl t də birinci görkəmli limitə görə elə 1 deməkdir. -2 vur 1 vur 1. Cavab -2-dir. Doxsan 7 sualın həllinə baxaq. Deməli, limit x yaxınlaşır 2-yə, x qara çıx 5x plus a böl x qara çıx 4 bərabər b olarsa, a, b hasilini tapın deyir. Gəlin baxaq. Birinci qrupları ayıraq. Deməli, x-in yerinə, deməli bu ixtisar olunub b alınıbsa, deməli vurğulardan biri ya x-2 ya x plus 2-dir. Və x 2-yə yaxınlaşırsa, deməli bunun köklərindən biri 2-dir. Ona görə biz x-in yerinə 2 yaza bilərik. Əgər yuxarıda x-in yerinə 2 yazsaq, bunu sıfıra çevirən qiymətini tapacaq. Yəni 2-nin, yəni x qara çıx 5x plus a-da x-in yerinə 2 yazsaq, bu olacaq. Çünki baxın, x-in yerinə 2 yazanda bunu məxrəcə baxın, sıfıra çevirir. Deməli, bu hasili sıfıra çevirirsə, x bərabər 2 bunun köküdür. Deməli, yuxarıda da x var, deməli onun da köküdür. Tənliyin kökü də onu sıfıra çevirən qiymətinə deyildiyi üçün biz x-in yerinə 2 yazsaq, yuxarıdakı ifadə bərabər 0 yazacağıq. Yəni yazacağıq ki, 2-nin kvadratı 4, çıx 5 vur 2, yəni 10, plus a bərabər 0. Burada a-nı tapırıq 6-dır. İndi a 6-dırsa, limit x yaxınlaşır 2-yə, x kvadrat çıx 5x plus 6, belə ki, x minus 2, x plus 2 bərabərdir b-yə. İndi limit x yaxınlaşır 2-yə. Yuxarına vurğuları ayırıq. Cəmi 5 hasili 6, 2 ilə 3-dür. X çıx 2, x çıx 3. X çıx 2-lər gedir. İndi x-in yerinə 2 yazacaq. Yuxarıda -1, aşağıda 4 bərabər b olacaq. Çarpazla vuranda b -4-də 1 olur. İndi bizdən soruşduğu AB hasilidir. Yəni 6-nı vururuq -4-də 1-ə, cavab -1,5 olur. Bu da Y variantı olacaq. Deməli, baxaq. Pi bölü 2-ni keçirdirik sola. Deməli, x minus pi bölü 2-yə 1t deyirik. Buradan x bərabərdir pi bölü 2 plus t-yə.
Onda x minus pi bölü 2 sıfıra yaxınlaşırsa t yaxınlaşır sıfıra yazacağıq. X'in yerinə pi bölü 2 plus t yazsaq, belə deyək də, pi bölü 2 plus t yazmıram. Burada elə hazır x minus pi bölü 2 var, elə x minus pi bölü 2, yəni pi bölü 2 plus t yazsaq da yenə t qalır. Yəni bu x minus pi bölü 2'nin yerinə t yazırıq. Buraq tangens x'in yerinə pi bölü 2 plus t yazırıq. İndi fikir verin, burada maraqlı bir ifadə alınır. T vurulsun. Pi bölü 2'də tangens adını dəyişir, olur kotangens. Sadəcə olaraq ikinci rübdüyə tangens mənfi olur. Mənfi kotangens t bərabərdir. Limit t yaxınlaşır sıfıra. İndi yazıram. Mənfi t böl, niyə böl? Kotangens t 1 böl tangens t deməkdir. Yəni düşür aşağı olur tangens t. Bir də demişik ki tangeslə sinus olanda bu t yaxınlaşır sıfıra. Bu birinci görkəmin limitdir. T böl tangens t, t yaxınlaşarsa sıfıra limitdə bu 1'ə bərabərdir. Mənfiyə görə də cavab mənfi 1 olur. 100-cü sualın həllinə baxaq. Bu sualın həlli üçün törəmədən amma istifadə etmək məsləhətdir. Çünki törəmə üsulu daha rahatdır bu sual üçün. Əvvəlcə baxırıq ki, birinci üsul nədir? X'in yerinə 2 yazarkən məxrəcə baxın, x = 8 sıfıra çevrilir. Deməli ki, bu ifadələrin, yəni ifadənin köküdür, yəni tənlik olaraq köküdür. Yəni x'in yerinə 2 yazını sıfıra çevirsə o köküdür. Onda surətdəki x kvadrat plus ax plus 2b ifadəsində köküdür. Onda surətdəki ifadəndə x'in yerinə 2 yazında onu sıfıra çevirməlidir. Çünki tənliyin kökü onu sıfıra çevirən qiymətinə deyilir. Onda 2'nin kvadratı 4 üstə gəl 2a plus 2b bərabər 0. 2'yə böləndə a plus b bərabər mənfi 2 alırıq. Sonra bunu törəmə üsulundan, L'Hopital qaydadan istifadə edəcəyik. X kvadratı yazırıq 2x törəməsi. Ax-in törəməsi a-dır. 2b sabitdir, törəməsi 0'dır. Limit x yaxınlaşır 2 qalır yerində. Aşağıda da x kubun törəməsi 3x kvadrat edir. 8 sabit törəməsi 0 olur. Bərabərdir 1. İndi x'in yerə 2 yazırıq. 4 plus a bölək 12 bərabərdir 1'ə. 4 plus a bərabərdir 12'yə. A bərabərdir 8'ə. İndi bu a plus b bərabər mənfi 2'dən b-ni tapırıq. 8 plus b bərabər mənfi 2. B də bərabər olur mənfi 10'a. Cavab B variantı olur. 103-cü suala baxaq. Bu limiti hesablamaq lazımdır. Biz nə edirik? Bu tip suallarda nə etmək lazımdır? Elə eləməliyik ki, kosinus 2x'in düsturları var. İnşallah qulaq asın. Kosinus 2x Cos kvadrat x çıx sinus kvadrat x kimi açılır. Və yaxud da belə yazılır. Əvəzləyəndə bu düstur alına bilər. 2 kosinus kvadrat x çıx 1 və yaxud da 1 çıx 2 sinus kvadrat x. Biz ən çox 1 çıx 2 sinus kvadrat x-dən istifadə edirik ki, birinci görkəmi limitə gətirək. Həm də ki, biz o elə düsturu seçməliyik ki, o qabaqdakı burada 1 var surətdə. O 1 getsin ki, sadələşsin. Onun üçün də 1 çıx 2 sinus kvadrat x-dən istifadə edəcəyik. 1 minus kosinus 2x'in yerinə yazacaq 1 çıx 2 sinus kvadrat x üstə gəl 2x kvadrat bölü x kvadrat. Limit x yaxınlaşır sıfıra. Və tərcəni açanda birlər gedir. Müsbət 2 sinus kvadrat x üstə gəl 2x kvadrat bölü x kvadrat bərabərdir. 1 bölürük. Limit x yaxınlaşır sıfıra.
2 sinus kvadrat x böl x kvadrat üstəgəl limit x yaxınlaşır sıfıra 2x kvadrat böl x kvadrat. Deməli, uşaqlar 2 keçir qabağa. Limit x yaxınlaşır sıfıra sinus kvadrat x böl x kvadrat. Üstəgəl, burada da x kvadratları gedir, olur limit x yaxınlaşır sıfıra, x kvadratları gedir, qalır 2. Yadınızda saxlayın, 2 vur limit x yaxınlaşır sıfıra. Sinus kvadrat x böl x kvadratı yazırıq sinus x böl x-in bu şəkildə kvadratı. Və limit x yaxınlaşır sıfıra 2. 2-nin yanında x yoxdur deyə, bu ifadə x-dən asılı deyil deyə, x nəyə yaxınlaşır? Yaxınlaşır. Bu bizim üçün fərq eləmir. Bunun cavabı elə 2-dir. Limit x yaxınlaşır sıfıra sinus x-in x-ə nisbəti bizə 1 verir. Orada alınan ifadə 1-dirsə, 1-in də kvadratı elə 1 edir. Cavab 2 vur 1 üstə gəl 2 4-ə bərabər olur. Yüz dördə baxaq. Kosinus 4x-in yerinə yaza bilərik 2 kosinus kvadrat 2x minus 1 ya da ki 1 çıx 2 sinus kvadratı 2x. İndi mən bunun yerinə yazacağım 1 çıx 2 sinus kvadrat 2x. İki keçir qabağa, limit x yaxınlaşır sıfıra, sinus kvadrat 2x böl x kvadrat. Bunu da yazıram sinus 2x böl x-in kvadratı. Bu da limit x yaxınlaşır sıfıra, sinus 2x-in x-ə nisbəti 2-ni verir. Kvadrat olduğu üçün bu 2-nin kvadratı olur. 2 vur 4, cavab 8. 106 vurğuları ayırmadı, 107 həmçinin. 108 məxrəzin qoşmasına vuracaqsınız, 109-da da həmçinin. Bunlar rahatdır, keçək 110-un həllinə bax. Kosinus 2x-in yerinə 1 çıx 2 sinus kvadratı x yazarım. İstəsəydiniz məxrəcin qoşmasına da vura bilərdiniz, yuxarını aşağını. Amma bu daha yaxşıdır, mənə elə gəlir. İndi 1 çıx, yuxarıdakı 1 çıx 2 sinus kvadratı x-i də a kvadrat çıx b kvadrata görə açıram. İxtisardan sonra nə qalır? X-in yerinə pi böl 4 yazırıq. Sinus pi böl 4 1 böl kök 2-dir ya da kök 2 böl 2-dir. Fərqi yoxdur. Cavab 1 plus 1, yəni 2 olur. 111 də deyəcəm. Kosinus 2x-in yerinə bu dəfə isə 2 kosinus kvadratı x çıx 1 olan əvəzləməsini yazıram ki, məxrəclə eyni ifadəyə gəlsin ki, sadələşdirə bilək. İndi bunu kvadratlar fərqi kimi açırıq.
Bunlar ixtisara gedir. X-in yerine pi bölü 4 yazırıq. Kosinüs pi bölü 4 1 bölü kök 2'dir. Cevab 2'dir. Yüz on üçü desəm, mənə elə gəlir ki, 112'ni rahat biləcəksiniz. Deməli, limit x yaxınlaşır sıfıra, sinus x kub bölü x kvadrat limitini hesablayın. Əvvəlcə biz bunu necə yaza bilərik? Demək, uşaqlar, biz belə deyək, bu biraz sizə xatırlama verim. Sinus x bölü x 1 verir. Limit x yaxınlaşır sıfıra, sinus x kvadrat bölü x kvadrat da bizə 1 verəcək. Sonra limit x yaxınlaşır sıfıra, sinus x kub bölü x kub da bizə 1 verir. Sonra burada sinus x kubdur. Biz bunu belə yaza bilərik. Limit x yaxınlaşır sıfıra, sinus x kub, bunun 1 olması üçün x kuba bölüb təzədən x kuba vurarıq ki, yuxarı sinus x kub eləsin. Bölək x kvadrat məxrəcdə qalır yerində. Bax, bu hissə bizə 1 verər. Onda olacaq limit x yaxınlaşır sıfıra, o 1 elədi. Qaldı x kub bölü x kvadrat. Və x kub bölü x kvadrat da x eləyir. X-in yerinə də 0 yazanda elə cavab 0 olacaq. Elə bir ki, qabaqdakı ifadə 1 elədi. 1-i də nəyə vursaq, 0-a vuranda elə 0 eləyəcək. Burada həmçinin. Baxaq bu sualın həllinə. Bu yuxarıdakı x-in yerinə yazaram 3-ün dərəcən kök x-in kubu. 1-i də yazıram 1-in kubu. Yuxarını kublar fərqi kimi açırıq. Birincinin kvadratı üstəgəl bunların hasili üstəgəl 1. 3 dərəcən kök x çıx 1'lər ixtisara gedir. Üçün dərəcən qalır x kvadrat. 3 dərəcən x plus 1. X-in yerinə 1 yazsaq 1 plus 1 plus 1 cavab 3. 116'da qoşmaya vururuq 117'də həmçinin 118'də də qoşmaya vuracaq. Gəlin 118'i qoyun deyim. Hesablamada mı deyəcək? Yuxarını vurğulara ayırıram. 5 çıx x vuraq 5 plus x. Aşağını qoşmasına vuracaq. Həmçin yuxarını da. Aşağıda alınır 6 minus x minus 1. Yəni bu 5 minus x edir.
5 minus x-lər ixtisara gedir. Qalan ifadə bunlar olur. X-in yerinə 0 yazırıq. Deməli 0 yox, x 0-a yaxınlaşmır. Bir dəqiqə. Burada x 5-ə yaxınlaşır. X-in yerinə 5 yazırıq. Onda 5 plus 5 10. Kök altda 6 çıx 5 1 1 2 eləyəcək. Hasil 20 edəcək. Ümumiyyətlə, bu sualı həll etmək üçün biz nə edə bilərik? Biz yuxarının qoşmasına vura bilərik. Və hətta kosinus x-in yerinə kosinus 2 alfanın düsturu şəklində sinusun əvəzləməsini apara bilərdik. Qoşmasına vurmağı daha tez görmək olur. Yuxarıda 1 çıx kosinus karet x alınır. O da sinus karet x deməkdir. Ayrı-ayrı limitlər şəklində yazmalıyıq. Bu sinus karet x bölü x kvadrat elə 1'i verir. Çünki sinus x bölü x 1'dir. O da sinus x bölü x'in kvadratı deməkdir. Elə 1'in kvadratı 1 vuraq. X'in yerinə 0 yazsaq burada. Onda kosinus 0'da 1'dir. 1 böl 1 plus 1 2. Yəni cavab 2'də 1 olur. %120'nin də həllinə baxacağıq. Kosinus 2x'in yerinə 1 çıx 2 sinus karet x yazacağım. Birlər gedir olur 2 sinus karet x bölək x vur sinus 2x. Bu sinus 2x'i açıram. Bu x vur. Sinus 2x'i açılışı yazıram. 2 vuraq sinus x vur kosinus x kimi. Bu sinus karet x gedir. Sinus 1'i gedir sinus x ilə. 2'lər də gedir. Qalır sinus x bölək x vur kosinus x. Burada limit sözünü unutduq. Yazaq. Bu bizə limit x yaxınlaşır 0'a sinusun kosinüsə nisbət tangens verir və tangens x bölü x deməkdir. Birinci görkəmin limitdə dedik tangens elə sinus kimidir. Onda cavabı 1'ə bərabər olur. %122-ci sualın həllinə baxın.
Məxrəcin qoşmasına vuracağıq. Bir neçə həll üsulu var. Yaxşı üsullardan biri də budur. Aşağıda bir kökün altına yazsaq 1 çıx cos kvadrat 4x verir. Bu da bizə sinus kvadrat 4x verəcək. Yəni aşağıda 1 çıx cos kvadrat 4x verir. 1 çıx cos kvadrat 4x də sinus kvadrat 4x deməkdir. Yuxarıda da kök 2 vur modulda sinus 4x'dir. Bu da bərabərdir. Bir şey var. Mən o qoşmaya vurdum, yuxarını vurmadım. Bu yuxarını da vuraq. Cüt dərəcəli kökdən modul ifadə çıxdığı üçün kök altında sinus kvadrat 4x-dən modulda sinus 4x çıxır və modul sinus 4x-lər ixtisara gedir. Yuxarıda kök altda 2, da kəsr qalmır zaten. Olacaq kök 2 vuraq kök altda 1 plus kosinus 4x. İndi x-in yerinə pi bölü 2 yazsaq, 4 vur pi bölü 2, 2 pi eləyir. Kosinus 2 pi də 1'dir. Kök altda 1 plus 1 elə kök 2'dir. Bu da kök altda 4 eləyir. Cavab 2'dir. Yaxşı sualdır. Diqqətlə izləyib yadda saxlayın. Kosinus 4x'in yerinə yazırıq. 1 çıx 2 sinus kvadratı 2x. Birlər gedəcək. Bir məxrəcə böləcək. Ayrı-ayrı limitlərin cəmi kimi yazacağıq. Limit x yaxınlaşır 0'a 1 elə 1'dir. Buradakı 2 əmsal keçir qabağa. Bunu sinus 2x bölü x'in kvadratı kimi yazırıq. Limit x yaxınlaşır 0'a sinus 2x bölü x 2 deməkdir. Birinci görkəm limitə görə kvadrata görə olur 2'nin kvadratı. Cavab tapıldı. 9. 126-cı suala baxırıq.
5 minus 1, 5n minus 1'i sinüs 1 bölənə vurub açırıq. Onda biz bunu ayrı-ayrı limitlərin fərqi kimi yazaq. Bir bölün. Mesela ikinci tərəfə baxaq. Limit en yaxınlaşır sonsuza sinüs 1 bölün. 1 böl sonsuzluq 0 deməkdir. Sinüs 0'da da 0'dır. İkinci tərəf bura 0 eləyəcək. İndi bu 0'dır. Qoy bunu işarə eləyək. Baxın, bunun qiyməti oldu 0. 0. İndi biz birinci tərəfin həllinə baxaq. Bunu nəyə gətirmək olar? Bir dəqiqə. Deməli, nə edə bilərik? Birinci görkəm limitə gətirilmək üçün, məsələn, sinus n olanda, n sonsuzluğa yox, sıfıra yaxınlaşır. 1 bölü n olanda məxrəcə görə sonsuza yaxınlaşır. Bu da birinci görkəm limitdir. Onda sinus 1 bölü n-in birinci görkəm limitə görə 1 olması üçün məxrəcdə də 1 bölü n olmalıdır. Onda biz bu 5n-i belə yaza bilərik. 5 vuraq sinus 1 bölü n. Bunu silin. 1 bölü n. Məxrəcdə də 1 bölü n yazarıq. Çünki bu 1 bölü n məxrəcdəki 1 bölü n qalxır yuxarı. Elə 5n edir. Yenə həmən şeyə qayıdır da. Bunun belə yazmaqda məqsəd odur ki, 5'i əmsal kimi qabağa keçirsək, 5 vurur limit n yaxınlaşır sonsuzluğa. Sinus 1 bölək n bölək 1 bölü n. Baxın, bu bizə birinci görkəm limitə görə 1'i verir. Cavab 5 vur 1, 5 olur. Yaxşı sualdır. 127-də həmçinin eynidir. Baxaq 128-ci suala. Deməli, limit x yaxınlaşır sonsuzluğa. Fx-in yerinə qiymətini yazırıq. Kx plus b çıxılsın jx-in qiyməti x kvadrat plus 2 bölü x bərabər 4. Əvvəlcə orta mərcə gətirək, bunu sadələşdirək. Məxrəc x olacaq. Yuxarıda olacaq kx kvadrat plus bx çıx x kvadrat çıx 2 bərabər 4. İndi məxrəcdə x var. Mən bir x-ə bölənmərəm. Çünki dərəcəsi böyük nədirsə ona bölürük. Sonsuza yaxınlaşdığı üçün ardıcıllığın limitinə görə biz x kvadratına bölməliyik. Amma x kvadratına bölsək məxrəc 0 olur. Bu doğru təklif olunur. Ona görə biz x-ə bölməliyik. X-ə bölməyin üçün gərək x kvadrat olmayaq. X kvadratın olmaması üçün gərək x kvadrat gedə. Onda k elə bir ədəd olmalı ki, x kvadratını aparsın. Onda k 1 olmalıdır. K 1 olsa, o da x kvadrat çıx x kvadrat gedər, qalar. K 1 olanda nə qalar? Limit x yaxınlaşır sonsuzluğa. Bx çıx 2 bölü x bərabər 4 qalır. İndi x-ə bölə bilərik. X-ə böləriksə, deməli, limit x yaxınlaşır sonsuzluğa. X-ə böləndə b çıxaq 2 bölü x böl x bölü x, yəni 1 bərabər 4. İndi x sonsuzluğa yaxınlaşarsa 2 böl sonsuzluq 2 bölü x 0'a gedər. Qalacaq b bərabərdir 4'ə. B də 4 tapıldı. Bizdən soruşduğu k plus b'dir. Cavab 5 olar. Baxaq 130-cu sualın həllinə. Limit x yaxınlaşır 3'ə.
Limit x yaxınlaşır sonsuzluğa. X-in yerinə 3 yaza bilmirəm. Məxrəc sıfıra çevirir. Ona görə qoşmasına vuracağım. Yuxarının qoşmasına, surətin qoşmasına. Surətin qoşmasına vuranda yuxarıda alınır 4x kvadrat plus 64 çıx 100. Bunu isə sonsuza yaxınlaşdığı üçün 1 çöl x-ə bölürük kökün altın x kvadratına. Deməli çölü x-ə böləndə x bölü x 1, 3 bölü x. Kökün altın x, kökün altına x kvadrat kimi girdiyi üçün cütlədən kökün altına x kvadratına bölürük 4 üstə gəl 64 bölü x kvadrat çıx 10 bölü x. Çölü x-ə bölürük. İndi burada yuxarıda limit x yaxınlaşır 3-ə. Deməli uşaqlar 4x kvadrat 64 çıx 100 mənfi 36. 4x kvadrat çıx 36 edir yuxarı. 4-ü çıxardanda qalır x kvadrat çıx 9. Onu da vurğulara ayırırıq. X minus 3, x plus 3 kimi. Aşağıda da x minus 3 vuraq. 4x kvadrat kök altda plus 64 plus 10. İndi burada ikinci tərəfdə isə baxırsınız ki 64 bölü x kvadrat sıfıra gedir. Bu sıfıra gedir. Bu sıfıra gedir. Qalır kök altında 4 yəni 2 bölü məxrəcdə də 1. Burada da x minus 3'lər gedir. X-in yerinə 3 yazırıq. Yuxarıda olur 4 vur 3 plus 3 24. Aşağıda da kök altda 4 vur 3'ün kvadratı 36 64 100. 100'dən 10 çıxır 10 plus 10 20 üstə gəl 2. Bu da 24 bölü 20 1 onda 2 eləyir. 1 onda 2'nin də üstünə 2 gələndə cavab 3 tam onda 2 edir. %31 tam eynisidir. 132 ait bayaq bir sual izah eləmişdik, amma mən yenə də onu yazmaq istəyirəm. Yuxarını fərqin hasilə çevirmə üsulundan istifadə edib açacağıq. 2 vur sinus 10 çıx 6 bölü 2 2x. Kosinus topla bölü 2 8x bölək sinus 2x. Sinus 2x'lər x-lara gedir. Qalır limit x yaxınlaşır 0-a 2 kosinus 8x. X-in yerinə 0 yazarıq. Bu daha sadədir. Kosinus 0 eləyər. Kosinus 0-da 1-dir. 2-ni 1-ə vuranda da 2 eləyər. Baxaq 134-ə görək bu necə sualdır. X-in yerinə birbaşa 4 yazmaq olmaz. Məxrəc 0 olur. Məxrəc və surət hər ikisi 0 olduğu üçün L'Hopital qayda ödənir. Amma biz bunu sadələşdirmə üsuluna istifadə edəcəyik. Deməli, bu sualın həllini deyil. Həm aşağının qoşmasına vuracağıq. Bir dəqiqə. Aşağının qoşmasına vursa 2x plus 1 çıx 9 2x çıx 8. Məncə təkcə aşağının qoşmasına vurmaq kifayət edəcək.
Aşağıda eləyəcək 2x plus 1 kök altı 2x plus 1-in kvadratı ilə 2x plus 1 çıx 9. 2x plus 1 çıx 9 eləyəcək 2x minus 8. Yuxarı olduğu kimi qalır. Aşağıdan 2-ni mötərizə xaricdən çıxarsam x minus 4 qalar. Onu vurğulara ayırıram. Kök x minus 2. Kök x plus 2. Kök x minus 2'lər x-lara gedir. Yuxarıda kök altı 2x plus 1 üstə gəl 3 qalır. Aşağıda da 2 vuraq. Kök x plus 2 qalır. X'in yerinə 4 yazsaq. Yuxarıda 6 qalır. X'in yerinə 4 yazsaq. Aşağıda da 8 qalır. Cavab 4'də 3. 0 tam %75. %136-cı suala baxaq. 1 çıx kosinus 6x. Kosinus 6x'in yerinə yazıram 1 çıx 2 sinus kvadrat 3x. Birlər gedir. Yuxarıda qalır 2 sinus kvadrat 3x. Bölək x vur sinus 3x. Sinus 3x'lərin məxrəzdəki sinus 3x x-lara gedir. X qalır. Yuxarıda 2 sinus 3x qalır. 2 keçir qabağa. Limit x yaxınlaşır 0-a. Sinus 3x böl x qalır. Biz bilirik ki, limit x yaxınlaşır 0-a. Sinus 3x böl x birinci görkəmli limitə görə elə 3'ü verir. Cavab 6'dır. Buna aid bir sual qabaqda yazdıq. Diqqətlə qulaq asın bu dəfə də qoy yaxşı başa düşəsiniz. Bunu da birinci görkəmli limitə gətirəcəyik. Bunu dedik ki, belə yazacağıq. Sinus 3 böl x isə məxrəcdə də 1 böl x ya 3 böl x ya 1 böl x yaradacaq. 3 böl x yaratmaq olmaz. Onlar sadəcə olaraq ehtiyac yox. 1 böl x yaradacaq ki, birinci görkəmli limitə gəlsin. Yəni bu 2x-dən istifadə edəcəyik. Bunu yazacaq 2 vur sinus 3 böl x. Aşağıda 1 böl x yazacaq. Bu 1 böl x yuxarı qalxanda elə 2x-i verəcək. Buradakı 2 qarşıya yazılacaq. Olacaq sinus 3 böl x bölək 1 böl x. Baxın bu ifadə birinci görkəmli limitə görə bizə 3'ü verəcək. Sinus 3 böl x olduğu üçün. Cavab 6. Burada uyğunluqlara aid suallar var. İstəyirsiniz 139'un izahını vereyim. Deməli, birinci sonsuzluğa yaxınlaşdığı üçün dərəcəsi ən böyük olana böləcəyik birinci üçün x kvadratına. X kvadratına böləndə burada nə qalar? M üstə gəl n. Kx böl x kvadrat bu sıfıra gedəcək. Çünki məxrəcdə x qalacaq. Aşağıda da k
plus m. N x bölü x kvadrat sıfıra gedəcək. Bu b-yə bərabərdir. İndi baxaq. Bu hazır. İndi 1 yoxlayarıq. Gəlin yenidən yoxlayaq. Deməli b bərabərdir m plus n bölü k plus n. Yox. K plus m olmalıdır. Bu da b variantı uyğun gəlir. Başqa m2 n4 olsa cəm yuxarı 6 eləyər. K6 olsa aşağı 6 plus 2 8 eləyər. 8-də 6 4-də 3. Bəli, C variantı da uyğun gəlir. Burada ikinci də x kvadratına böləndə n plus k bölək k plus m bərabər b. N plus k plus m. Y variantı uyğun gəlir. Başqa m2 olsa, n4 olsa, k6 olsa yuxarı 10, aşağı k plus m, yəni 8. 4-də 5 eləyər. Bəli, D variantı da uyğun gəlir. Üçüncüdə m plus n bölək k plus n olacaq. K plus n. A variantı uyğun gəlir. Digər variantlarda deyildi. 140 görkəmli limitə gətirəcəyik. 140 ilə burada göstərəcəm. Sinus ax bölü bx birinci görkəmli limitə görə elə a bölü b-ni verir. B variantı uyğundur. B variantı 1-ə uyğundur. Sonra ikinci tangens bx-in ax-ə nisbəti birinci görkəmli limitə görə b bölü a-nı verir. A variantı uyğundur. A3-də 1 B6 olsa, A3-də 1 B6 olsa 18-də burada deməli 18-də 1 eləyər. Burada isə 18 eləyər. C variantı 2 uyğundur. Sonra A6 B2 olarsa, A6 B2 olarsa A bölü B 6 deməli 1-ə uyğundur, 3 eləyər. D 1-ə uyğundur. Üçüncüdə isə x kvadratına böləndə elə yalnız a qalacaq. A bölü a qalacaq. Üçüncü üçün. X kvadratına böləndə a bölək a qalacaq. O da 1-i verir. Görək 1 hardadır? Y variantında. Bu qədər. 141 ikinci görkəmli limitə aid sualdır. Yaxşı olar ki, bunu burada həll edək. 142-yə baxaq. Bunlar çox sadədir, vurğulara ayrılıb həll olunacaq. Sonsuza yaxınlaşdığı üçün üçüncüdə x kvadratına böləcəyik. Buna aid dedik. Gəlin 141-ə baxaq. Çünki bu ikinci görkəmli limitə aiddir. Ehtiyac var bunu izahləməyə. Deməli, birinci, bunun üçün yazırıq limit x yaxınlaşır 0-a 1 plus ax. İkinci görkəmli limiti y e ilə ədədini vermək üçün 1 bölü ax olmalıdır. Tərsi olmalıdır. Təzədən ax-ə vururuq. 1 bölü bx də var idi. Biz dedik ki, bu hissə bizə e ilə ədədini verir. X-lər gedir, y üstü a bölü b qalır. Sonra a bölü b. İndi qiymətlərə baxaq. Y üstü a böl b. Y variantı uyğun gəlir. Başqa. Başqa nə uyğun gələcək? A3-də 1 B9 olarsa, yox. Sonra A4 B2 olarsa 4 bölü 2 2 eləyər. Y üstü 2 eləyər. B variantı da uyğun gəlir. Sonra burada həmçinin baxaq. Sonsuza yaxınlaşır 1 plus a bölü x-in üstündə gərək x bölü a olar. Təzə a-dən a bölü x-ə vururuq. Vur bx. Baxın, bu bizə dedi ki, yeni verər. X-lər gedər, y üstü ab qalar. AB. Y üstü AB də C variantında var.
İndi qiymətlərə baxaq. 4, 2, 3də 1 vur 9, 3 eləyər. D variantı da uyğun gəlir. Üçüncüyə baxaq. Limit x yaxınlaşır 0-a. 1 çıx x böl a. Gərək üstündə mənfi a böl x olsun. Təzədən mənfi x böl a-ya vururuq. Vuraq b böl x. Bu bizə e-lər ədədini verir. X-lər gedir, mənfi b böl a qalır. Bu da a variantına uyğun gəlir. Bir dənə a variantı uyğun gələcək. Bu qədər uşaqlar. Ümid edirəm ki, sualların izahını ətraflı verə bildik, başa düşdünüz. Maraqlı suallar var idi. Diqqətlə izləyib digər sualları mütləq həll eləməlisiniz. Uğurlar.